UEFA Avropanın bütün 55 milli assosiasiyasına üzv olan 901 kluba maddi vəsait ayırıb. News 24 Qolaza isnadla xəbər verir ki, bu barədə qitənin Ali Futbol Qurumunun açıkladığı hesabatda bildirilib. Vəsaitin ümumi məbləği 233 milyon avro təşkil edir. Onların sırasında elit və aşağı liqa təmsilçiləri var. Vəsait klublara futbolçuların UEFA'nın milli komanda turnirlərində 2020-2021 və 2022-2023-cü il Millətlər Liqası Avro 2024-ün seçmə və final mərhələlərində iştirakına görə ayrılıb. Azərbaycana 1 milyon 717 min avro ayrılıb ki, bu da Avropada milli komandalara futbolçu göndərən klublarımız arasında bölünüb. Siyahıya Qarabağ başçılıq edir. Ağdam klubunun qazancı 681.574 avro təşkil edib. Sonraki yerləri Sabah və Neftçi tutub.